إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Əziz və dəyərli qardaş abazlarım, hörmətli dinləyicilər, Peyğəmbər sallallahu əleyhi və səlləmin hədisləri silsiləsinin izahına davam edirik və bugün toxunacağımız hədis sıra nömrəsi 37-ci hədis olacaq. Hədisdə qeyd olunur ki, və ən Əbu Hüreyrə radiyallahu anhu qalə Rasulullah sallallahu əleyhi və səlləm İzə isteyqəzə əhədukum min nəvmihi fəlyəstəthir ثلاثة فإن الشيطان يبيت على خيشومه متفق عليه. Əbu Hüreyrədən Allah ondan razı olsun rəvayət olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurub: sizdən biriniz yuxusundan oyandıqda 3 dəfə burnunu təmizləsin, yəni burnuna su alıb onu püskürtsün. Çünki şeytan onun burnunun boşluğunda gecələyər. Hədisi Buxari Müslim rəvayət edib. Hədisin şərhinə keçid alaq. Əbu Hüreyrə kimdir? Əbu Hüreyrə Abdurrahman İbn Saxr Əd-Dəvsidir və onun adı barəsində üstün olan rəy də bundan ibarətdir və kunyəsi Əbu Hüreyrədir. Atası hələ cahiliyyə dövründə ona bu kunyəni vermişdi və Xeybər ilində hicrətin 7-ci ilində İslamı qəbul edib və Peyğəmbərlə sallallahu əleyhi və səlləm sıx münasibətdə olub, onun mülazimlərdən olub. Hədis rəvayətində sahabilərin ən öndə gələni idi və İbn Ömər, Allah hamısından razı olsun, deyir ki, Əbu Hüreyrə barəsində sən Rasulullah ilə sallallahu əleyhi və səlləm aramızda ən çox bağlı olanımız və onun hədisini ən yaxşı bilənimiz idin. Və o bir elm xəzinəsi və uca məqamına, ibadətinə, təvazökarlığına baxmayaraq fətva verən böyük bir şəxslərdən idi. Buxari, Allah ona rəhmət etsin, deyir ki, ondan 800 və daha çox şəxs hədis rəvayət edib və hicrətin 57-ci ilində Əbu Hüreyrə Mədinədə vəfat edir. Hədisə gəldikdə isə bu hədis gecə yuxusundan oyanarkən 3 dəfə istinsar, yəni buruna su alıb onu xaric etməyin, püskürtməyin vacibliyinə dəlildir. Və Buxarinin rəvayəti isə sizdən biriniz yuxusundan oyanıb dəstəmaz alarsa 3 dəfə istinsar etsin, yəni burnuna su alıb onu xaric etsin. Və Buxarda gələn rəvayət bu istinsarı dəstəmaz almaq şərti ilə məhdudlaşdırıb, qeydli edib. Müslimin rəvayəti isə qeydli yox, qeydsizdir, mütləqdir. Yəni dəstəmazla məhdudlaşdırılmayıb. Və doğru olan odur ki, Allah daha doğrusunu bilir. Ümumiyyətlə, dəstəmaz halında burundan suyu püskürtmək, hansı ki, insan burnuna su alır, onu sonradan xaric etmək, püskürtmək sünnədir. Və həmçinin də deməli, burada qeyd elədik ki, yuxudan oyandıqda, təbii ki, burada bəzi alimlər istənilən, yəni yuxunu qeyd edirlər, istər gündüz yuxusu olsun, istərsə də gecə yuxusu olsun. Lakin burada bəzi elm əhli buyurub ki, burada məqsəd gecə yuxusundan oyandıqda insan burnuna su alsın 3 dəfə və sonrası onu xaric eləsin burnundan, yəni püskürtsün. Və sonra isə hədisin faydalarından birinci fayda yuxudan oyanan şəxs 3 dəfə burnunu təmizləməklə, istinsar etməklə, təbii ki, bunu hər dəfə qeyd etməyəcək. Əvvəldə qeyd elədim nə deməkdir istinsarın mənası. İstinsar etməklə əmr olunur və bu Peyğəmbərin sallallahu əleyhi və səlləm 3 dəfə burnunu təmizləsin sözündən başa düşülüb və beləcə insan gecə yuxusundan oyandıqda burnunu 3 dəfə təmizləməlidir. Bunun dəstəmazın içində və ya dəstəmazdan əvvəl edilməsi arasında alimlər qeyd edirlər ki, bir fərq yoxdur. Hətta bir insan xəstəlik və ya suyun olmaması səbəbindən
dəstəmaz almayacaqsa belə, əgər yanında burun təmizliyi üçün azda su varsa, yenə də burnunu təmizləməsi ona əmr olunur. Çünki bu təmizlik dəstəmazdan asılı olmayan, səbəbi bəlli olan, yəni şeytanın gecələməsi ilə bəlli olan müstəqil bir əməldir. Yaxşı, bəs görəsən bu əmr vaciblik bildirir, yoxsa ki, yox? Cavab olaraq elm əhli buyurur ki, şəriətdə əsl qayda budur ki, əmrdə əsl olan vaciblikdir. Xüsusən də ona görə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bu əmri uzaq durulması vacib olan bir səbəblə əsaslandırıb, o da şeytanın burun boşluğunda buraxdığı izlərdir. Bu birinci fayda. İkinci fayda isə təmizliyin 3 dəfə təkrar edilməsi. Peyğəmbərin sallallahu əleyhi və səlləm deməsi ki, 3 dəfə burnunu təmizləsin sözünə görə bəzi elm əhli buyurub ki, deməli, təmizlik 3 dəfə edilməlidir. Və bəs buradan belə bir nəticə çıxarmaq olarmı ki, hər hansı bir nəzasəti təmizləyərkən mütləq 3 dəfə yumaq lazımdır? Yəni, bir dəfə yuyulsa bu kifayət eləmir. Təbii ki, bəziləri deyə bilər ki, illa da yəni, itin nəzasətindən başqa digər nəzasətlər 3 dəfə yuyulmalıdır və bəzilər deyə bilər ki, bir dəfə yumaq, yəni madam ki, iz, təsir aradan qalxıbsa, bir dəfə yumaq da kifayət edir. Hər bir halda üstün olan odur ki, itin nəzasətindən başqa digər nəzasətləri bir dəfə və ya bir neçə dəfə yumaqla nəzasət aradan qalxıbsa, bu kifayət eləyir. Və növbəti digər fayda isə Uca Allah bəzi bəndələrini, yəni misal olaraq şeytanları digər bəndələrinin üzərinə musallat edə bilər, yəni onlara təsir etməsinə icazə verə bilər. Və bu elə bir hikmətdir ki, biz onun tam səbəbini bilməyə bilərik. Lakin bilməliyik ki, hər bir iş Allahın əlindədir və o istədiyini edir. Allahın hər bir işində mütləq ki, bir hikmət var. Sadəcə biz o hikməti hər zaman dərk edə bilmirik. Və bu digər fayda. Və növbəti fayda isə Peyğəmbərin sallallahu əleyhi və səlləm gözəl öyrətmə metodu. Belə ki, Allah Rasulü sallallahu əleyhi və səlləm hökmün, onun səbəbi, illəti ilə bir yerdə qeyd eləyib. Ümumiyyətlə, hökmün səbəblə, illətlə birgə deyilməsinin bir neçə faydası var. Yəni, Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, yəni, sizdən biriniz yuxusundan qalxdığı zaman burnunu 3 dəfə yusun, istinsar etsin, yəni burnuna su alıb onu xaric etsin. Çünki səbəb, illət nədir? Çünki şeytan burnunda gecələyir. Deməli, illətin, səbəbin qeyd olunmasının faydalarından birincisi mükəlləfin, yəni hansı ki biz mükəlləfik hər hansı bir işi yerinə yetirmək üçün, icra etmək üçün. Yəni kimsə bizə illəti deyəndə qəlbimiz rahat olur, birinci tərəf. İkinci tərəf isə şəriətin kamilliyi var burada, mükəmməlliyi var ki, şəriət hər bir şeydə səbəbi qeyd edib. Və üçüncü faydası isə illətin qeyd olunmasında insanın bir işi görməyə həvəsləndirilməsi və ya o işdən soymasının qarşısının alınması üçün illət səbəb qeyd olunur. Məsələn, əgər bəhs edilən iş xeyirlidirsə, insan onu etmək üçün həvəslənər. Yox, əgər söhbət xeyirsiz bir işdən gedirsə, insan ondan uzaqlaşar və ona həvəs göstərməz. Və buradakı məqam isə Peyğəmbər sallallahu əleyhi və səlləm səbəbi qeyd eləməsi, şeytan burnunda gecələyər, çəkindirmək babındandır. Və sonra isə hədisin digər faydalarından Peyğəmbərin sallallahu əleyhi və səlləm peyğəmbərliyinin sübutu. Çünki şeytanın burun boşluğunda gecələməsi elə bir şeydir ki, onu duyğu orqanları ilə görməklə, toxunmaqla hiss eləmək mümkün deyil. Və həqiqətən yer üzündəki bütün insanlar bir yerə toplansalar belə, bu sirri öz başlarına kəşf edə bilməzlər. Lakin Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu vəhiy yolu ilə öyrənib. Çünki o öz-özünə qeybi bilmir.
Allah Subhanahu wa Taala ona bildirir və o da onu insanlara çatdırır. Və hədisin digər faydalarından hədisin zahiri ilk baxışda görünən mənası burun təmizləməyin hər növ yuxuya aid olduğunu göstərir. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ümumi şəkildə yuxusundan oyandıqda deyərək buyurub. Lakin hədisdə qeyd olunan səbəb, yəni şeytanın gecələməsi bu hökmü xüsusiləşdirməyə tələb edir. Yəni burada bəzi alimlər deyiblər ki, gecə yuxusundan oyanarkən burun təmizlənir. Və sonra isə hədisin digər faydalarından hədisin bu mövzuya fəslə uyğunluğu ondan ibarətdir ki, İmam Buxarinin rəvayətində dəstəmazla əlaqələndirilib burun təmizlənməsi. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur, sizlərdən biri yuxudan oyandıqda dəstəmaz alsın və burnunu 3 dəfə təmizləsin, yəni istinthar etsin, burnuna su salıb onu xaricə püskürtsün. Ona görə də alimlər qeyd edirlər ki, yəni bu hədis həmçində dəstəmaz fəslinə əlaqəli olduğuna görə bu hədis burada qeyd olunmuşdur. Uca Allah bizləri eşidib yaxşı tabi olanlardan etsin. Allah bizləri onun dinini başa düşənlərdən eləsin və bildiklərimizə əməl edənlərdən etsin. Allah bizə haqqı haqq kimi göstərib ona tabi olan, batılı batıl kimi göstərib ondan uzaq olan kəslərdən etsin.